Bəzən insanın ömrü ən çox uğrunda yaşadığı arzu ilə xatırlanır. Xaməmmədov Şirxan Xaməmmədoğlunun da ən böyük istəklərindən biri vətən torpaqlarını, xüsusilə Şuşanı azad görmək olub. O, bu amal uğrunda döyüşüb və elə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Xaməmmədov Şirxan Xaməmmədoğlu 9 fevral 1998-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində dünyaya gəlib. 2004-cü ildə Gülağa Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olunub. Təhsil aldığı illərdə sakit xarakteri, məsuliyyətli davranışı və məqsədyönlü olması ilə seçilib. 2015-ci ildə məktəbi başa vurub. Məktəbi bitirdikdən sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən en saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan əlahiddə ümumqoşun ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Hərb yolunu peşəkar şəkildə davam etdirib. Bu yolu sadəcə peşə kimi yox, vətən qarşısında məsuliyyət kimi qəbul edib. Xaməmmədov Şirxan 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb, kəşfiyyatçı snayper kimi Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. O, 3 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şirxan Xaməmmədov Şamaxı rayon Məlikçobanlı kənd qəbirstanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Xaməmmədov Şirxan Xaməmmədoğlu ölümündən sonra vətən uğrunda, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Şuşanın azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif olunub.